Neyse, salam dostlar. Video açılışımı burada eləyirəm. Deməli, saata bax bir dənə lütfən. Mən tuşdan danışmam olmuyordu. 23:42. Neçə dəqiqədən sonra ayın 17-si olur. 18 dəqiqədən sonra mənim ad günümdür. Rəsmi olaraq mən 23 yaşa daxil oluram. Ona görə mən çox xoşbəxtəm. Çünki mən uzun zamandır bu yaşı gözləyirəm və bütün yaxın ətrafımda bilir ki, mən necə də 23 rəqəmlə sevgi ilə bağlıyam. Bəli, mənim artıq 23 yaşım olur, o gün çox mutluyum. Və mənim canım gələcək həyat yoldaşım, bir tanem nişanlım mənim nişanlım. Mənim nişanlım var. Neyse, mənim nişanlım. Mənə saat 12-də gözləyirdim ki, bir təbrik mesajı atar, amma durub özü gəlməyi seçdi və beni çox mutlu etdi. İndi biz gedirik tort almağa. Bəli, belə. Uzun danışdım. Və yeni kameramla çəkiliş edirəm. O qədər xoşbəxtəm ki, bu ad günüm mənə həqiqətən çox sevdiyim şeylərlə gəldi. Ona görə indidən daha uğurlu şeylər yaşayacağımı düşünürəm bu bir il ərzində. Ad günümlə təbrik edən hər kəsə indidən təşəkkürlərimi bildirirəm. Öpüldünüz. Ne çəkimsən, gəlsən yerə. Neyi çekiyorsun ya? Benim o möhtəşəm paxotkamı ne çekiyorsun? Ben paşmaklarımı çek, paşmaklarımı. Benim bu möhtəşəm kombinime kaç puan? 1. Paşmaklarım nasıl paşmaklarım? Buna iPad'da baxmaq lazımdır. Paşmaklarım. Çok iyi değil mi? Biz tanış olanda ben bu paşmakları giyiniyordum. Bu paşmaklarla idim ben. Benim bu paşmaklarımı gördü ve bana aşık oldu. Etraf elə paşmaklarımı görmüşdün. Düşdüyəm aşağı. Görmürəm, bayram cadır benim. Ben bu paşmaklarımı, möhtəşəm paşmaklarımı görmüşdün. Yox. O Deyəsən. parıldayırdım Birində çıxarıb qoymuşdun qumun yanına. Sonradan çıxartdım, evet. Çox incədir çünki uzun müddətli. Sən özün çəkirsən, pislik. Məhkimiz də çəkirdi. Yox, mən şeylə eləməyə çalışıram. Sən belə ayarlayamıyorsun Ustanmasın işte. zat da. Ben artık onun dilini çözdüm galiba. O da çok qəşəng çəkir, çox səviyyədə dostlar, çox səviyyədə. Baxaq görə necə görsün. Çok mutluyum. Nice. Düz getdi həyatım. Maşın yoluna çıxma. Bu uşağın maşın yoluna çıxma xüsusiyyəti var. Biri delirtiyor. Motosiklet sürür deyə özünü də motosiklet zənn eləyir. Sən motosiklet deyilsən. Yəni gedir ki, bağlıdır da. Orada başı da bağlı deyə boş-boş da gəlmiş bu deyə o rezillik. Neyse, ev yoxdur, ballıdan. Mən səni oradan çıxardırdım da, gəldin soxdum mən. Yaxşı, əbəsləşmə. 2 dəqiqə çək. Soda bağlasa. Ha, bağlı deyil, çox mutluyum. Mən şu an marketin dərdindəyəm yəni. Tatlı un məlumatlar. Mama, evet. Bana çəkirsən? Evet. Bəli, qaraçur tatlı un məlumatları. Mekan şey de verdim. Aa, necə slow motion gedir. Neyse, artıq kendimi çəkə bilirim. Burası çəkəndə birinci o tərəfə keçir, sonra bu tərəfə keçir. Bura belə çıxır. Yəqin ki. Bəli, biz artıq buradayıq. Ne götürsək acaba? Məncə bunlar qəşəngdir. Ay. Bu qədər balaca. Neyinir ya böyüyü? Mama xoşlayır, o yer. Millət olmaz ama. Evet. Belə qəşəng tortlar var. Nə təbii? Çox tozlu. Ha. Bunu ben nasıl? Sonra Bu su güvənmirəm ona biraz. qara bənzəyir. Kəlsi olar görsən. Gəlsə deyənə. Yox, çox tozludur. Ben tozlu şeyler sevmirəm. Bu qəşəngdir. Bundan almışdım ben. Buraya. Evet. Ondan al biz. Bu qəşəngdir yəni məncə, bilmirəm. Neyse. Biz tortu alıp seçək, sonra çıx sizə göstərəcəm bəbi. Mənim yox, hər dəfə seçilməlidir mən. Neyse. Beni dinle. Biz tortumuzu aldık ve çıktık. Ben çok severim. Çok sayarım. Sayarım. 1, 2, 3, 4. Severim, sayarım. Buradan gedək, oradan. Düz yerlerden daha kısa olsun. Bu Gətirən. Biz sağ buradan. Happy birthday to you. Happy birthday to you. Ben mahnı da okudum. Pöst. Happy Balına birthday yanına to gedək, you. düzdür? Evet.
oradan Evet. Şam var orada. Yəqin ki. Burada da var idi bu arada deyəsən. Yəqin ki Olmadı. olar. Yəni sən bir tor satırsansa məncə bunun aynasında oyna idi. Maşa. Şamlı da fikirləşərsən yəqin Günə ki. baxan aptek. Hər yerdə var günə baxan aptek. Günə baxam aptek reklamı eləyirik, bəli. aptek, aptek. Optek oynayalım. Optek değil mi? Optek. Hoptek dedim. Aptekten de hoptek yazmıştı. Hoptek oynayalım. Bir o yana bir bu yana sallanalım. Optek. Aynen çok gençlik kombinasyon sen. Necə də işıqlı çəkir məni. Flaşı da olsaydı. O 4-dədir. Osman Pocket 4-dədir. Aslında hə, ehtiyac yoxdur. Işıq çox diqqət çəkir. Böyük gözəl diqqət çəkmədən gedirik. Özü çox mini nazikdir. Neyse kamera tərəfini sonra saxlayarım. Bəli dostlar, av günümə dəqiqələr qaldı və biz mənim acımı keçirik. Kimin sayəsində? Deyib şəxsin üzündən. Dedim ki, motosikletlə gedik, yox ayaqla gedik. Al sana işte ayaq. Sonra da mənim boynuma qalacaq ki, sən yolu izlətdin, sən səhv elədin, nə bilim nə. Özünü ayağa geri elədim. Severiz. Özümü garanti almalı sevirəm. Deyineyim. Mənim özəlliyim, nə yapayım yani? Mən görüm. Saata baxın. Bu necə bir çəkim yoldan çatmış soludur. Yoldan çağırırsan məni. Aha, 59. Son saniyələr. Son saniyələr. Və mənim avcığıma daxil olacaq. Sən görüm. Son 20 saniye. Göster ya. Evet. Ve benim adımım geliyor. Son 12, 11, 10, 9. Arkadan şapart değil. 5, 4. Ve tam adımda karanlığa giririk. Möhtəşəm. Ve saat 12 tamamdır. Teşekkürler. Ay işte bir şey de sen aldın. Teşekkürler. Üzümüzə uşaq vurum. Bir telefon söndürməyəm, salaklıq seviyəm. Alcıma daxil olan kimi. Alcıma daxil olan kimi. Biləm düşür, daha yaxşı düşəydi. Pikselli düşəcək. Ayağımı artıracağım görüm. Aman indi sən axtarırsan. Səni axtarıram. Neysə. Bu da küçələrdə Alcına daxil olmaq. Bu qədər idi Alcını qutardıqsa. Dağılışıq. Yoluşub get nəvə. Deməli, yeni yaşımda mən özümə arzularımı həmişə yazıram. Yeni yaşımdan diləyim budur ki, ümid edirəm ki, qəlbimdə olan o möhtəşəm diləklərim reallaşar. Təbii ki, ancaq mənə xeyir gətirə biləcək diləklər, elə diləklər var ki, insan özü fərqində olmadan özünə zərər verən diləklər olur. Amma sadəcə mənə xeyir gələcək. Həmin an üzülsəm də reallaşmadığı üçün sonradan daha yaxşısı qarşıma çıxa bilər. Ona görə belə diləklərimin reallaşmağını istəyirəm. Daha sonra sevdiklərimlə bir yerdə huzurlu, sağlıqlı. Bu il mən çox önəmli olduğunu fərqinə vardım sağlığım. O ki, imtahandan kəsiləndə anladım ki, sağlıq çox önəmliymiş. Çünki kəsilmə səbəbim sağlığım idi. Xəstələnmişdim. Neysə, belə. Başqa da daha çox diləklərim var. Sadəcə belə ayaqüstə danışa bilmirəm. Gələ oturma, fikirləşim, yazım eləyim. Neysə, belə. Amma yolda girdiyim üçün və sevdiyim insanla Alcıma daxil olduğum üçün çox xoşbəxtəm. Yəni biz birlikdə yeni yaşımda ancaq gəzəcəyik. Evdə oturmaq yoxdur. Mesela öyle işten güzel eve gelendir. Ancaq işləyir. Of, tək iş olsun. Allah haqqı evdə oturmaqdan daha pis heç nə ola bilməz. Yəni mən bunu bu imtahan dövrü başlayalı anladım da. Həqiqətən necə də çətin bir şeymiş evdə oturmaq. Necə də insan depressiyaya salan bir şeymiş. Mən bir də bundan sonra çox işləyirəm deyə deyinməyəcəm. Dedi və 2 gündən sonra deyinməyə başladı ki, ay daha çox işləyirəm. Çoxlu çəkilişlərə gəlməyə lazımdır. Zaten artıq çoxlu çəkilişlərə gedəcək. Götürməyə lazımdır, gəlməyə lazımdır. Götürəcək. Yol ortasından gedirik, xəbərim var. Axıdan maşın gəlsə bunlar olacaq. Bizə bax kameraya baxıram axı. Kameraya baxıram axı, özüm dönməyə ehtiyac yoxdur. Artıq yüzüm oradan. Evet. Neysə belə.
Bəli, biz artıq marketdəyik. Mənim üçün şam alacağıq. Az gün uca keçib biz elə şam indi axtarırıq. Möhtəşəm bir al günü. Çiynətlərin yanındaymış. Ay, hara gedirəm? Asfaltı almalıysan. Hə, deməli paltaram. Ventilyatör alım bəlkə. Hə. Var gəldi bura. Ha, bu deyil. Bəli, burada 23 alın. 23 götürək. Bir şeyini tapabilsə götürəcək. Bu deyil, Kroll. Krallar bize bir 23. Queen, I am queen. Ayağım Şimşek McQueen. Ha ha ha, zarafat maaşını. Ondan bu nasıl edir? Aha, ne indiriyor Evdə ona? pataslıq evi sən bizə biləsiniz. O kimdən təmizləndə deyə. Belə. Aa, bundan dalaq mı? Həqiqi? Evet. Şəkil çəkərəm. Hansı bu? Evet, mavi olsun. Bu da əlində tut. Happy birthday. 10 manat. Olmaz o. Ne olur? 99 qəpik. 1 Onu da manat. əlində tutmaq istəyirsən. Eşiyə neynirəm onu? Versin də o. Torta batırmasın ya. Ha. Boy alaq da. Oy. Ya da bundan alalım, bundan. Nədir o? Ne bileyim. Şardı yəqin ki. Neyse. Hadi gidelim. Bilirəm bundan al, bununla yemək yersin. Ha, hər. Təkmə. Salak. Şey soğuk. Yaxşı, çox şey eləmə. Kəndidim. Labubu. Heç də sevməm bunu. Çox abartılan bir oyuncaqdır məncə. Şəhətləri var. Ayda. Yoxdur. Niyə boğuluyor şəftəli hissi gəlmir ya bunun? Arab marketlərində bu burada yoxdur. Əlim bir marojna. Nə deyir? Bunun yaxşı qoy. Bu marojna möhtəşəm şeydir. Bunun banan kivisi. Hansı qoy belə? Sən düzəlt də. Banan kivisi mənim favorim idi. İndi şaftalısı, çox şaftalısı favorimdir. Amma şaftalısı burada yoxdur, təəssüf ki. Tərsən. Ne güzelim ya. Güzel miyim? Mən biraz kameraya öyrəşməmişəm. Səni öyrəşdirəcəm yavaş yavaş. Sakin olalım. Ay, köçüldü oradan. Niye vurmadın ki? Neyse. Şimdi bunları ödeyelim, çıkalım. Bəli, aldıq möhtəşəm şamlarımı və Happy Birthday neydi bu? Tacımı. Uyduşup çok sport. Heh. Şimdi gidiyoruz bunları üflemeye. Orada ne ışık var orada? Motonun aynasıdır. Moto. Oy, gedirdim yere. Ve bizim möhtəşəm motomuz. Aferin sana. Gidiyoruz. Ay, gedirdim. Ben gireceğim bugün yere 100%. Allah hissadırım. Taşı. Al günü sabahından günaydın. Deməli, bugün mənim doğum günümdür. Əvvəlki videolarda da gördüyünüz kimi. İndi mən gedirəm işə. Çəkilişim var Bakı Expo mərkəzində. Oradan saat 12 üçün çıxacağam. Sonra Nurlanla görüşəcəyik və Asaqilvətə gedəcəyik. İlk hafta müraciətə, ona görə çox xoşbəxtəm və çox heyecanlıyam. Maraqla saat 12 gəlməni gözləyirəm və təbii ki, mən yenə gecikirəm. Hər zamanki kimi bu təəccüblənəcək bir şey deyil artıq. İndi bir dənə artıq taksiyə oturacağam və tez gedəcəm razı. Ben yolu unuttum diyorsun. Ben neredeyse kesetlerdim. Buluruz. Nereden şimdi? Deməli burayla keçirəm. Əvvəllər o tərəfdən pırlanırdım mən. Digər tərəfdən düz yolla gedirdim. Amma buradan daha kəstirmə yol varmış. Ona görə də burayla keçəcəm və daha rahat olacaq. Belə. Çox istidir. Mən də geyinmişəm köynəyi. Amma ki, nə etmək lazımdır? Gözəl görsənmək lazımdır. Gözəl görsənmək də ki, qurban tələb edir. Mən hardan gedirdim, Allah.
Bunu unutmuşam. Hə, oradadır. Rabırsın. Rezillik, rüsvaylıq. Çox təbii. Bütün makyajım, ömrümdə ilk dəfə normal bəyəndiyim bir makyaj eləmişdim. Normalda heç bacarmıram da makyaj eləməyi. Zaten bundan sonraki videolarda görəcəksiniz. Bağlıdır deyəsən. Bu videoya başına gəlmiş olamam. Ümid edirəm aça bilərəm. Hadi açılarsan da yəni ki. Kilit var. Mənim salaqlıq səviyyəm. Bəli, uzun yollarla yeridim. Və axır ki çatdım. Şükürlər olsun. Bəli, artıq içəri daxil oldum. İndi çəkiliş zonasına doğru irəliləyirəm. Bak. Çəkiliş davam eləyir. Hələ ki, hər şey çox qaydasındadır. Aparatım da burada. Yəni, mən deyəndə işimin aparatıdır. Bu kameraları çəkməyi yoxlayıram və çox əladır. Və bu da eksponat çəkimində. Yəni, çox maraqlı texnologiyalar var idi. Bir robot gördüm, it ildə, yəni çox maraqlıydı. Onu çəkəmədim. Bir də keçsə, ümid edirəm çəkəcəm. Sonra dronlar falan uçur. Yəni, çox maraqlı bir mühitdir. Böyle. Bəli, mən bu gün işimi tespit edilmə çıxdım. Yəni, bitirmiş sayılmam, amma çıxdım. Gedirəm inşaatçılara. Gedim Nurlanla görüşəcəm. Oradan da sən xidmətə. Evet, çıxdım. Gedirəm. Hava çox istidir. Keçim içərdə. Sərin. Burada benim öyle vizit kartım. Tamam görüm oradan. Yok, kilitliydi. Ben bir de o yola getməyəcəm. O yol bağlıydı. Ayağıma əziyyət verərəm, uzun yolla gedərəm. Belə. İndi yolda falan ya da mən biraz vlog cəhətdən çox belə çətinlik çəkirəm video çəkməyə. Çünki mən unuduram. Və yaxud da ki, utanıram hardasa çıxardıb çəkməyə də. İnsanlar sanki elə bilirlər məni dəli kimi baxırlar. Bəlkə də elə dəli kimi baxırlar. Yəni, insanlar görə çox utanıram, çox sıxılıram. Və çox vaxt unuduram ümumiyyətlə video çəkməyi. Deyirəm, orada ən çox halda qalmışdı. Ona görə mən bir çox vlog çəkimlə başlamışam. Əsla heç birini sonra belə çatdırmamışam. Neyse, ümid edirəm ki, artıq kameramın belə həvəsinə daimi olaraq çəkərəm. Yəni, ümumiyyətlə insan əlində kamera olanda çəkmək istəyir. Tez. Yoruldum, 2 dəqiqə yeridim və danışdım deyə yoruldum, yəni. Çox bərbad vəziyyətdəyim. Bu yaşda insan bu qədər. Bu yaşda deyəndə artıq mən qocalmış sayıram. Bir yaşda ölümə yaxınlaşdım. Görüm. Ne yazmış? Nurloş Bey. Ses atmış. Ses atmadı lütfen. Ne olar ki ses atmasan, yazsan. Ses atılanda çok sinir oluram. Yeganə çox atılanda sevdiyim şeyler təbrik mesajlarda da ki, çox səmimi gəlir deyə səs eşitmək. Amma beləncədən normal günlük həyatımdan səs atanda çox əsəbləşirəm. Mənə mesaj yazır. Çünki üstdən oxuya bilirəm mesaj. Amma səsi üstdən baxa bilmirəm nə deyib, nə deməyib. Neyse, belə. Gidiyoruz. Bunu da açıyorum.
Sen oğlum. Ben de. Evet, yine bu düzlüğe geldim, çatdım. Ama hiç olmasa bu dəfə yol keçməyəcəm. Bu istidə yerimək o qədər çətindir ki, anlatamam. Niyə belə yerləri burada uzaq, dəxilsiz yerlərə qoyursunuz da? Bunu koyun şəhərin mərkəzinə, biz rahat yerə gəlir. Avtobusumla getdi. Getdi avtobusum. Mən də yapmayacağım. Neyse, geçen sene avtobusu minərəm yəqin ki. Boş danışıram, neyse dayandıram videonu. Hadi bye bye. Artıq mən elimlərdəyəm və adamı axtarıram. Yetişəcək deyilsən. Yol gedirəm də yol tapdım, azıb qalmıyor. Nerede acaba? İlk dəfə məni gözlədir. İki şeyim. Du. Tamam. Ay, dön bak halim var. Sen de giydiğin bu paltolar seni öldürecek. Ha, çox istedi, ölürəm, bayaqdan Nasıl düşürəm. saxlayır? İyi günü səni üzü tutur. Bu kamera səni çox sevir. Bir dənə də sən öz üzünü tanıtıbsan buna. İlk atası mənəm değil mi? Pislik ya, məni seçmir. Çox sinirli oluram. Bu üz ayarlama şeyine girdin yine. Mən qoymamışdım. Heç məni seçmir, belə eləmir məni. O bu evde olanda. Mən üzümü götürməyib, sən özün şey Bizim eləmişsən. kayıt eləmişəm. Hə, kayd eləmişsən Zarafat ilişkiyə bax. eləmişəm. Eləmişsən. Mən heç Yox, götürmür. Məndə mənim belə olmur. üçün Məndə belə olmur. Sən üçün olmayanda bax bir dənə yox o, xahiş edirəm, yox o. Unut artıq onu. O yox. O artıq yox. Onda mən tutmayacaq, səni tutacaq. Bax bir dənə. Mən bayaqdan məni çəkirdi də. Bax məni algılamır. Görsən mənim ətrafımda görən Elə də, yaşayan şey elə yoxdur. də. İndi səni görəndə Elə də elədir də. səhv edirsən. İndi ortaladım. Mənə basma artıq sabah. Bayaqdan çəkirəm də bayaqdan məni Bax, göstərmir. bu başladığında səni görsə birinci. Şu. Mənə də tutsa səni göstərəcək. Axır ki. Sən düz eləməmisən də. Bax indi Amma mən sonra qoşmamışdım axı. ondan çıxışı verəndən sonra. Mən qoşmamışdım ümumiyyətlə. Məncə qoşmusan. Qoşmamışdım. Bayaqdan məni elə yaşıl rəng algılamır heç. Təşkil ki belədir. Buna bax sən Allah. Bu da çıxdı. Bu 1 manata. Bu nə suyudur? Nə bilim, saat 1 deyə. Adı qan suyuna oxşayır. Yox, məncə də çox pisdir. Çəmməli Sən öz deyirəm. qarnımı ağrıtdı. Deməli dostlar, mən bunu Koroğludan almışam. Koroğlu'dakı köşklər ümumiyyətlə köşklərin hamısı dəhşət çox bahadır. Amma heç olmasa digər köşklərdə səviyyəli sular olur da. Bu Koroğlu'dakı köşkdə nə səviyyəli su var idi. Nə normal qiymət var idi. Bir dənə buna baxın siz Allah. Bu da yolda əlimdən sıxdı, açıldı da. Yəni çox rezil bir vəziyyət. Əlimdə o qədər çox saxlamamışam. Ona rəğmən çox bərbaddır. Kran suyuna bənzəyir. Biraz içdim zaten mədəmi incitməyə başladı və 1 manat pul vermişəm mən buna. Köşklərdən su almıyorum. Köşklərdən antireklab edirəm şu an mən. Yəni həqiqətən alırsınızsa normal bir su alın. Mənim ki belə qələt eləməyin, səhv eləməyin, susuzdan ölsəz belə almayın. İşte bu qədər. Okay? Qayda say. Şimdi mənim canım Maaş gətirməmsən? yox. Danışıq deyil, mikrofon. Səs olsun, yaxşı yazıb. Mikrofon ya. Bir də sumkamda yer yox. Prosta uzaqdayam da, düşər də yəqin ki. Düşər. Deməli, mənim canım kocam mənə acımı beçə alıb, çox belə maraqla bekliyorum. Möhtəşəm qablaşdırması var, Stitch. Stitch'dən də nə qədər oyuncağım var da. Şimdi açalım bakalım. Heç bir fikrim yoxdur həqiqətən. Çox təcrübələndim. Mən fikirləşirdim maksimum gül falan alır. Heç beklemiyordum. Gözlə. Ayda. Heyecanlı artırım yapalım. Sağ ol. Evet, Aysu. Ve bir de siz görün. Şöyle ben. Oha, Stick'ten şüphelenmeliydim. Abi çok şeydi. Bu çok tatlı. En sevdiğim şey bu benim. Işığı yandı mı? Mavi doğuyor.
aksesuarları indi hazırlanır. Artıq sənin pişiyin də var. Hə, gördüm, onun eynisi var bu arada məndə. Həqiqi? Harda var? Mən nə edirəm? Evdədir, prosta çox istifadə edəmirəm. Bunu dışarı yanılır deyəsən içəridə. Evet, öyle. Ayda, onu bilməmişdim. Onu görsəydim. Heç nə olmaz, sizdən çox istəyər. Ondan var idi mənim səndə, eminim bundan. Hə, eminim ondan. Pişib deyəsən fərqliydi amma. Amma Bu oxuyur. ayaqlarında nəsə olmalıdır. Ayaqları. Ayaqlarında heç nə yoxdur. Ayaqlarının uzunda nəsə olmalıdır. Yoxdur deyirəm, burasındadır. Hə. Nəfəs alır o. Buna yatıb, çalışıb yatmaq insanı rahatladı. Baxın, kaynına. Nəfəs alır da. Evet, və işıq yanmır. Qulağımda mı nəsə var? Bilmirəm də orası. Hə, yerində bir şey var. Nasıl necə istifadə edəcək? O necə elədin sən? Ayaqlarım belə sıxanda oldu. Baxımız dəyişdi. Ayaqlarını sıxanda mən belə Bu salır. da insan olaraq Belə loku. çantama taxacağım mistik şeysi. Ne bileyim buna, adını unuttum. Belə lok. Anahtarlık gibi bir şey. Belə lok. Burada. İyi, çok tatlı. Hiç böyle bana çok hediyeler olmamış ne ya. Çok şık. Susturabilmedik. Aha, başardı. Sökdü ya oyuncağımı ye. Arxadan aslında yeri varmış. Dön 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 dön. Dön 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 dön. Bitir artık. Necə də yaraşdı əlinə. Bilmirəm, nəsə oldu. Başım sıxıldı. Çəkirsən? Evet, oydu. Bayaqçı videonu saxlanın. Yox, bütün pul oturur. Neyse dostlar, mən Pulboxda pul köçəndə çox 20% çıxarılır belə bəyəndim. gəlir. Padişahla üzbözdə erimlərdən. Çox Bildin mi? qəşəng idi. Orada nə aparmısansa, Servisin vaxtına o ayda oturur. pullar Yox, qarşı məndə Yəni sən verildi. neçə manata götürmüsən zakalı? Orada yazılır da. Konuşur orada deyəndə. Bitirsin sözünü davam eləyəcəm. Bəzən istifadə edirlər, paylaşır, Sərin, çox fikirləşir ki, belə olmalı. House. Hə, dostlar, davam edeyim. Mən bu məkanı çox bəyəndim, çox razıyam. Tez-tez gələcəm yəqin ki. Çay da ikram elədilər, sağ olsunlar. Çox mutlu oldum. Biz pizza və kartofili, yəni set verdik. Seti çox yaxşıdır məncə. Qiymətləri də çox yaxşı idi. Dadı da çox qəşəng idi pizzanın. Servis sürəti də çox yaxşı idi. Hər şey çox yaxşı idi. Yəni mən çox bəyəndim. Yeni favori məkanımız xeyirli olsun. Elmlərdə həqiqətən məkan tapmaq çox çətindir. Adını bilmirəm. Neyse böyle işte. Həyatı falan da var. Həm həyatda otura bilirsən, həm içəridə otura bilirsən. Çox yaxşıdır. Reklam değil, təəssüf ki. Kaş reklam olsaydı, bu değil. Sadəcə özümü çox bəyəndiyimiz üçün istədim ki, sizinlə paylaşım. Elmlərdə tələbi olan, qalan, məkan tapmaqda çətinlik çəkən insanlar gəlib rahatlıqla oturub yeyib içə bilərlər. Ne bakıyorsun? Ne bakıyorsun? Ay. Ya. Ne? Ay. Ne var? Ağa kim oturub Tərbiyəsiz, mənim oturumda belə şeylər demə. Siqnal verərsən. Uğraşamam o montajla. Evet, işte böyle çaylarımız, şekerimiz. Bu bir şeker, bu da bir şeker. En şeker benim ama. Da zəhər. Mənə səs. Da zəhər. Bu şans, afatlar almayalım. Mənim saçım çox pis durur, heç əsəbləşirəm. Niyə götürüm saçını? Yaxşı deyil, çox pis durur. Ellerimi yuyum, sonra saçımı düzəlteyim. Çok narahatam, dəhşət narahatam. Əyni qəşəngəm. Qəşəngəm, tərifləməm. Ay, teşekkürler. Only you.
Ya. Yani biz gedirik Balakanya. Canım Meren'in ayrı güzelliğini ziyaret etmek. Ben doğum günümde, her doğum günümde giden ailem görmüyor. Ben çok kofuyorum. Arabayı kim kullanıyor? Video vardı. Arabayı kim kullanıyor? Sağ olasın, bir de motosikletik kullan. Araba çok geçen değil tabii. Yok. Çok sağ olun. Öyle çok geçen saçlar. Hem sen küçükler ben küçükler. Tek görüm qarnından qalar. Sen görürsən? Əllərim düşür. Daha yox, çəkmə daha. Qırmızıya düşəcəm. Cilli shop. Oo, cilli. Mağazanın cilliydi. Cilli shop. Cilli shop. Maşına da abart deyim. Yox, fiyat. Abart adlı bir tane maşın var. Bu ne şeyler? Və bəli, çatdıq. Qoya. Aynen da değil mi? Gedirik marketə. Biri də yoxdur. Aba market. Ay, mən bu gün saçım heç ürəyimcə olmadı. Çox qəribə durur, çox nitho durur saçım. Şinyatlar bu tərəfdədir. Marketi tanıyanda mənim üstünlüyüm. Market şinyatlar bu tərəfdədir. Ne alalım acaba? Sen seç. Ha, bu kolu. Ayak şirin. Azat istedim. Ayak tutuyor. Neyse biz bir şeyler alaq, sonra çıxaq çıxanda çəkməyə davam edərəm. Oo, rulet. Şey götürərdin, ayağını götürərdin, qoyardın. Hı? Məndən. Vay nənəm bilmiyordu. Gəldim, mənim canım nənəmi ziyarət eləmə. Mən hər ad günümdə gəlib nənəmə baş çəkəcəm. Gördün nənə, mən sənə keçən gün dedim ki, gələcəm ad günümdə. Oh! Mənim nənəmdən bir dənədir bu dünyada, bu tatlılıq bir tane yoxdur mənim nənəmdən. Bir dənə. Bəs nə? O da bu qadını özü fərqində olmamağa məni dəli eləyir də. Sən şu, əlbəttə ki, bir dənə. Sənin kimi də potensialını bilmir. Hə, biraz axşıdır. Axşamın yanı. Canım benim. Benim canım benim. Yəni səndən videolar çəkib belə şey məşğul olmaq istəyirəm. Günü bir nəfər çıxıb nənəsindən video paylaşıb partlayış edir. Mən niyə partlayış eləməyim ki? Məni məşğul elə də nə olar ki? Çox şey istəmirəm ki. Yo, söyləmə, bir dənəsi var, çox qəşəngdir, çox şirin qadındır. Yo, çox adi təsirli şirin qadındır. Sən ölkə gəzib də yəni. Böyle todlu böyle. Mənim nənəm belə tatlıdır. Alzheimer olan. Hər nənə tatlıdır, hə? Alzheimer idi, neydi, xəstə oldu. Hə, o. Və mənim marojnalı tortum. Tortum bax görmən bilmir baxacağız. Bu gün işe gəlməyəcək bu gün. Neydə tortu, evdə qalır yaşayamam. 18-i. Tortun adı var, yoxsa yemir. Hə, çox bilmirəm. Hə, bir acı tort. Hə. Dünən çox uzun tutdun. Dünən nə tuturdunsa çox böyük bir şeydi. İndi yapılıyor. Videoma başladıram. Üniversitede. Bugün imtihan günümdü ama sağlamışam. Böyle bir rahatlıkla geldim. Çünkü sosyal medyada yani mövzu seçme fəndi. Ve sosyal medyanın içinde büyüdüğüm için ben bu fəndi okumadan yazarım diye düşündüm. Ama tabii ki de yolda gələrkən Gemini'den biraz kömək almış olabilirim.
Çünki imtahanda parklar, maraqlı məlumatlar çox yaxşı bal gətirir deyə onlara fokuslanıram ki, onları öyrənim ki, belə alır məlumat yazım da. Belə imtahandan 8:45 saat onda imtahan başlayacaq. Yəni biraz vaxtım var. Rahat məncə 7 qalan suallarda oxuya bilərəm. Yəni çox rahatdır deyə çox güvəndim özümə. Amma güvəndimin sonu boş çıxmasından biraz danışıram, amma yenə də yaxşı olacağını düşünürəm. Neçə bal götürürsən? Evet. 45 kilos inşallah. 45 plus. Selcan sən? Mən də 45 kilos. Yaşar. 40 kilos. 40 plus sağ. Gözəl düşmüşəm. Yox, təkrar oynayıram, artıq bizə görə baxıyorum. Mən çox oxumamışam deyə, heç oxumamışam daha doğrusu, çox da deyil. Amma 25 lazımdır mən, 25 ilə mən keçirəm, yəni zərbəsirim qalır. 25 plus olsun bəsimdir. Evet. İmtahan öncəsi hazırlıq mərhələsi hər tələbənin məncə vazgeçilməzidir. Məncə imtahandan öncə gəlib dərs oxumaq burada çox təsir edir. Çox təsir Mən ömrümdə bir dəfə gecikmişəm, dərsə. Onu da çox bərbad etmişdim. Xatırlamıram, o keçən il qay fəslində idi. Səhərəm, yatıb qalmışdım. Amma çox dönmüşdüm. Bunu hardan tapır? Allah bunu hardan tapır? Allah bunu hardan tapır? Bu PDF-i. Ne olur? Nədir? Neçə bal gözləyirsən? Hamı 40 plus gözləyir, bir dənə mən 25 gözləyirəm, rezillik. Mənim özümə max güvənsizliyim. Çünki mən heç oxumamışam. Evet, bu benim yeni vlog kameram. Çox minikdir. Özümü görə bilmirəm bunu. Amma çox keyfiyyətli çəkirdim, mütəşəm çəkir. Evet, deməli bura bizim təxliyəmizdir. Bizim korpusa Mənim gəlmişdir. müqəddəs dərs oxuduğum məkan. Bizim mərtəbəyə gəlib sığındın. Biz orada özümü çox qərib hiss elədim. Mən orada özümü qaribanım. Niyə belə qaribanım? Neysə. Biz 4-cü mərtəbədəyik, amma imtahanımız 3-cü mərtəbədir. Bəzən başqa korpuslara da göndərirlər. Mən 3 saliyə daha çox sevirəm. Orada həmişə qiymətlərim yüksək gəlir. Vlog çəkir, hə? Bəli, yazdım, gəzilir, bir şeydir, video Vloglar oxumuşam. Yox. Ümumiyyətlə heç oxumamışam. Mən gəldik orada oxudum, vallahi. Yeganə insanam ki, mən yeganə tələbəyəm ki, heç oxumamışam deyəndə həqiqətən heç oxumamış oluram. Amma çoxları yəni yalanlar deyəcəm, Allah haqq insanlar kəsildim, hepsi yox, çıxdı 45 plus. Dəli olam. Bəs də dərs oxumaya gəlmisən bura, Sənin fəaliyyətin böyük. Şahane böyle oxuyur. Neysə, bizim 1 milyon 8 min nəfər Facebookdan yararlanır. Dünya. Ay, qız gəl dərs oxuyaq. Ay, sevinç bəsdir. Cimay sağ olsun. Nasıl yazacağım ya yani? O yazacağım. Ne var ki onu yazmağa? Dedi ve kesildi. İnanmıyorum. Neyse. İnanacağım ama. Yazacağım, inanacağım. Ne ses çünkü? Ne ses çünkü? Sonra ders okuyacağım. Saçlaştım onları. Bu ne ses çünkü? Bakın ben canım kameram. Yani görüyorum. Sana da sağ. Evet. Ay, pardon, səndən mi sorulacaq? Sen anlatacağım olacak. Hansımızın kamerası böyükdür? Hansımızın kamerası daha kaliteli çəkir? Baxarıq axırda. Yaxşı gəl. Pişman olursun, pişman. Gəlmişdim 2-ci mərtəbəyə ki, digərlərini ziyarət edeyim. Bizimkilər maşallah çox belə qursaq uşaqlardır. Heç biri gəlib çatmır belə dərs. İmtahan. Üniversitedə. Neyse, qayıb tıpış özlərimə. Gedim imtahanı hazırlaşım.
Çox sıxılıram. Aysosu çox çətindir. Lənət olsun, başqa seçmələrə düşmüşük də, neyniyək indi? Ondan oxumayanda mən boş vaxt olayım, üstündə var, yapılır olur. Mənim tutqalarım oradadır. Bir damcı qaldı içində. Dəhşətsiniz, dəhşətsiniz. Yəni, inanılmaz bir xətdir də, yəni, inanılmaz bir xətdir. Düzün də pis deyiləm mən. Ama bu arada məlumat yazırsan, demək bir şey bilirsən ki, yazırsan da. Buna az bal vermək nə bilməm. Mən bu boyda yazıram, yəni. Oha, qələmlərinə bax. Mən Sən də hər şey aşırı deyir. hə, biraz aşırı insanam. Bu kimindir? Kimin nişan konfetidir? Əsrər bacısın. Şahdan. Onu oxumamışdım. Sevgi, qlobal şəhər, qlobal kənd anlayışı sosial mediada Sosial media anlayışına. var. Marşalın. Qolum marşal maklu ha. Başını buraxın. İndi xəbərlər yox. Yəni, öz masamı göstərmə. Bura mənim uğurlu yerimdir. Mən burada otururam və imtahanım çox yaxşı keçir. Ona görə çox güvənirəm yerimə. Əsla beynimə yox, yerimə güvənirəm. Yaxşı olacaq, ümid edirəm. Yeni kamera ilə bir şeylər çəkməyə başlamışam deyə çox utanıram. Məndən heç çıxmayan bir şey, məndə heç utanan səhət normalda yoxdur, amma artıq var. Nəysə, Facebook falan oxuyuram indi. Çox sıxıcıdır Facebook. Ümumiyyətlə Facebook istifadə etmək, nə bilim mən. Facebook istifadəçiləri məni döyəcək. 3 milyard nəfəri keçib istifadəçisi. Bu kanal sadəcə əyləndirmir, həm də maarifləndirir gördüyünüz kimi. Cambridge skandalı. İmtahanında bu faktı mütləq deyil. 87 milyon Facebook istifadəçinin şəxsi məlumatları icazəsiz sızdırılaraq ABŞ seçkilərində siyasi manipulyasiya məqsədilə istifadə olundu. Bu hadisə informasiya cəmiyyətindən data məxfiliyi və sosial medianın demokratiya təsir mövzusunda qlobal qanunvericiliyin sərtləşməsinə səbəb olan dönüş nöqtəsidir. Nəysə, hələ ki dayandırıram. İmtahandan öncə bilmirəm. Baxacam, imtahandan sonra ola bilsin davam elədim. Belə təəssüratlarımı bölüşəcəm. İmtahan öncəsi prosesi gördünüz, yəni mən necə də möhtəşəm hazırlaşıram. Qiymətim də inanıram ki, bu hazırlaşmam qədər möhtəşəm olacaq. Başladı mı? Başladı qaliba. Hə, başlayayım. Deməli dostlar, mən axır ki canım Ayşəmə qavuşdum. İmtahandan çıxmışam. İmtahan biraz çox sıxıcı idi. Çünki iki qrup birləşmişdi və o birisi qrup o qədər problem çıxartdı. Yəni susmaq bilmədilər, biz çıldırdıq. Biz cəmi 7 nəfər idi jurnalistikadan seçmə fəni idi. O birisi tam bir qrup idi. Suallarını səhvliyi var, o var, ay bu var. Yəni həqiqətən çərrətdilər. Qrup idi. Şey dolmuşdu. Biz 2 dənə qrupumuz var. Sonra 2 dənə qrup deyəndə 2 qrup biz 7 nəfər idi də. Yəni inanılmaz sıxıcı idi. Yəni biz deyməyə başladıq. Tamara falan şey dedi. Mən yox idim. Tamara çıldırdı da yəni. Səbəb bir olur ki, biz yaza bilmirik. Həqiqətən mən fokuslara bilmirdim. Belə bomboş vərəqə baxıram. Beynimizə gəlmir səs küylə. 3 dənə müəllim giribdi. Nədilər suallar, şeyləmə üstündə 3 dəfə müəllim gəlib gəldi. Kafedra müdürü gəlir, dekan gəldi. Ay nə bilim müəllim gəldi. Fizika. Şahit edirəm. Mənə atırlar. Hə? Deyir ki, məsələlərlə isbatlarına səhv düşüb. Yəni bizə verilən, bizdə məntiq sualı vermişdik. Deyir ki, bu suallar düşəcək. Elə bunlar deyirlər, bu suallar düşəcək, amma başqa şeylər, bu suallar düşübdür. Qaz deyirik. Ayşın bəli, Ayşın ömürdə şəkil. Nə gördünüz, çəksin də yəni bu qız. Nə çəkməliydim amma. İmtahana Çaydan qanusu ilə girmişəm. Heç də oxumamışdım. Yəni gəlib yolda oxuduqlarım idi. Yazdım oxumasaydım. Sualın birini səhv yazmışam, tamamilə səhv yazmışam. Təbrik eləyirik Ayşını. Neysə, əsas orada yazmışım, hamısını yazdım. Amma biraz şülə elədim, müngülvari. Rahat suallar düşdəsində. Bir dənə şey düşmüşdü, qanun, beynəlxalq qanun. Mən dedim ki, ayaqla qanun düşməsə, gəldi qanun düşmüşdü. Amma yazdım, hamısını yazdım. Şülə elədim. Nolar, mən də buna istəyirəm. Arzular. Arası qoyacaqsan. YouTube'a. Ola bilər. Bəli. Bir il sonra mən də olsun bundan. Bəli, dua eləyək, manifestləyək, arzusunda alsın. Möhtəşəm Ozmo Pocket 3. Sən 4-ünü alarsan, 4 daha yaxşı. Yetər ki, alın. Yetər ki, alın.
Neyse, indi mən birazdan bir yerdə çıxırıq, o işə gedir, mən də şey yerəm, çəkişə getməliyəm, yenə Expo mərkəzinə getməliyəm. Yolum çox uzadır. Evet, biz iş qaldırmayı xahiş edirəm, mən də.